Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulullah. Eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Mubtilat-ı savm, orucu bozan şeyler. Yumkünle nukassim mubtilat-ı savm ila kısmeyn. Orucu bozan şeyleri iki kısme bölebilərik. Kısmun yubtilus savm ve yucibul qada vel kaffara. Bir kısım orucu pozur, hem qəzanı ve həmçinin kəffarəni vacib edir. Ve kısmun axar yubtiluhu ve yucibul qada fakat dunel kaffara. Ve ikinci kısım böyle şeyler vardır ki orucu pozur, yalnız qəzanı vacib edir, kəffarəni yox. O beyanu zâlik alen nehvul âti ve bunun da beyanı, izahı aşağıdaki kimidir. Birincisi, mâ yubtulus savm ve yucibul qada vel kaffara. Orucu pozur, qəzanı ve kəffarəni vacib edir. Ve zâlike la yekunu illa bil cimâh. فَمَتَى جَمَعَ الصَّائِمُ عَالِمًا عَامِدًا فِي نَهَارِ رَمَضَانَ أَثِمَ بِذَٰلِكَ وَفَسَدَ صَوْمُهُ. Bu da yalnız yaxınlıqla olur. Nə vaxt oruç tutan insan bildiği halda qəsdən Ramazanın gündüzündə yaxınlıq edərsə həm günah daşıyır və orucu pozulur və ona həm o bir günü qəza etmək və eyni zamanda da kəffarə də vacib olur. Əmməl qada fəliənəhu əfsədə savməhul vacib fəvəcəbə aleyh qadavu. O ki qaldı qazaya, yəni çünki orucunu pozmuşdur, vacib orucunu və onu da qaza etmək vacibdir. Kəffaraya gəldikdə isə Abu Hureyre radiyallahu anhudan gələn hədisə əsasən جاء رجل إلى رسول الله صلى الله عليه وسلم فقال هلكت يا رسول الله. Bir kişi Peygamber sallallahu aleyhi ve sellem yanına gelir ve der ki ey Allah'ın Resulü helak oldum. قال وما أهلكك. Peygamber sallallahu aleyhi ve sellem soruşur ki seni helak eden nedir? قال وقعت على امرأتي في رمضان. Der ki Ramazan ayında yoldaşımla yakınlık ettim. فَقَالَ هَلْ تَجِدُ مَا تُعْتِقُ رَقَبَةً. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki kul azat etmek için bir şey tapırsam, yani imkanım var mı kul azat etmeye? قَالَ لَهْ. Der ki hayır. فَهَلْ تَسْتَطِعُ أَنْ تَصُومَ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ. Ve soruşur ki 2 ay dalbaldan ardıcıl oruç tutabilirsen mi? قَالَ لَهْ. Der ki hayır. قال فهل تجد ما تطعم 60 miskina. Ve onda 60 miskin yedizdirebilirsen mi? قال لا. Der ki hayır. ثم جلس. Sonra orada oturur. فأتي النبي sallallahu aleyhi ve sellem بعرق فيه تمر. Peygamber sallallahu aleyhi ve selleme bir zembil hurma getirirler. فقال تصدق بهذا. Ve Peygamber sallallahu buyurur ki bunu sedeke ver, yani kasıplara payla. قال فهل على أفقر مني. Diyor ki menden de kasıbına. فما بين لابتي أهل بيت أحوج إليه مني. Diyor ki Medine'de bu şehirde menden daha kasıbı yoktur. İhtiyaç sahibi yoktur. فضحك النبي sallallahu aleyhi ve sellem hatta bedet nevaciduh. Peygamber sallallahu aleyhi ve sellem yani gülümsedi, güldü ve hatta ağzı dişler görsendi ve dedi ki izhab fe at'imhu ahlek. Git ve aileni yedizdir. Ve bu hadiste Peygamber sallallahu aleyhi ve sellem keffareni beyan edir. Birinci kulu azat etmek. Eğer onu tapmazsa, imkan olmazsa 2 ay dalgalan oruç tutmak. فَاِلَّمْ يَسْتَطِعْ ve ona gücü çatmazsa 60 kasıp yedizdirmektir. فَهَكَذَا عَلَى هَذَا التَّرْتِيبِ الْوَارِدِ فِي الْحَدِيثِ. Yani bu hadiste varid olan tertibe esasen olmalıdır.
فَلَا يُطْعِمُ إِلَّا إِذَا لَمْ يَقْوَ عَلَى الصِّيَامِ Yəni, oruca gücü çatmadığı halda onda yedizdirə bilər. وَلَا يَصُمْ إِلَّا إِذَا لَمْ يَجِدِ الرَّقَبَ Və oruç tutmur, 2 ay dalbadan oruç, qul tapdığı zaman, yəni qul taparsa və azad etmə imkanı varsa, onda oruca keçmir və tərtiblə olmalıdır. Və hədə mə dəhəbə iləyəl cumhur və bu da cumhurun görüşüdür. Məsəl və mülahazat və həmçinin buna əsasən buna bağlı məsələlər və qeydlər vardır. Yüştaratu fi savmil kəffara ən yəkuna şəhrayni mütətəbi'ayni kəmə nəss aleyh hadis və məqsuduhu əşşəhr hicri ləl milad. Və burada keçir ki, 2 ay ardıcıl dalbadal oruç tutmaq və bu da hicri tarixə əsasən olmalıdır. Miladi tarixə yox. Ləv cəmə fi savmi fardın qeyr Ramazan. Əgər insan yaxınlıq edərsə, fərz oruçda, amma Ramazandan qeyri olan fərzlərdə. Av savmi nəflin fəsədə savmu və yaxud da nafilə orucunda yaxınlıq edərsə, onda orucu pozulur, kəffarə vacib olmur. İzə cəmə mən ləhu ruxsatun bil fitri kəl-musafiri vəl-maridi fələ ismə ali və lə kəffarə. Üçüncü qeyd isə odur ki, oruc açmağa rüxsəti olan müsafir kimi və xəstə insan kimi o yaxınlıq edərsə, ona günah da yoxdur, kəffarə də yoxdur. Çünki ona əslən oruc açmaq icazəlidir. Amma bir şərtlə ki, yoldaşının orucunu da pozmamalı, əgər o orucludursa. İnnəmə yəcuzu ləhu zəlikə izə kənət hiyəl uxra ləhə ruxsatul fitr əv kənət qattahurat min heydə əsnə ənəha və yaxud da yoldaşının da yəni rüxsəti, yəni oruc açmaq rüxsəti olmuş olarsa, artıq istisnadır və yaxud da günün əsnasında heyzdən təmizlənibsə. İzə cəmə əksər min mərrə fəhu alə nəhvül təli. Əgər gün ərzində bir dəfədən artıq yaxınlıq olubsa, ən yəkunə dəlkə fi yevmin vahid fərracihu ənə aleyhi kəffara vahidə. Yenə kəffarə bir dəfədir. İstəyir kəffarəsi vermiş olsun, yaxud da verməmiş olsun, yəni bir neçə dəfədə olsa, bir kəffarə düşür üzərinə. İkinci, ən yəkunə dəlikə fi əyyəmin mütəfərriqa fərracihu ənə aleyhi kəffara li kulli yevmin cəməə fihi. Əgər ayrı-ayrı günlərdə yaxınlıq olubsa, hər günə görə ayrıca kəffarə verməlidir. Çünki hər gün ayrıca müstəqil ibadət sayılır, kəffarəsi də